Qərbi Azərbaycan, yəni indiki Ermənistan ərazilərindəki bütün toponimlərin köklü şəkildə etnologiyası Azərbaycan türkçülüyünün, Azərbaycan türklərinə xas olduğunu əyani şəkildə sübut eləyir və bu istiqamətdə bir çox alimlərin və görkəmli deyim ki, tədqiqatçıların bu ərazilərə səfərlərində də, onların əsərlərində də deyək ki, bu toponimlər göstərilibdir. Yeri və harda olduğu. Bu istər inzibati yaşayış mərkəzlərinin adı olsun, istər yer-yurt və s. adları olsun və s. Amma faktiki olaraq bugünkü gündə bütün toponimlərimiz, yəni Qərbi Azərbaycandakı, indiki Ermənistan ərazisindəki toponimlərimiz tamamilə dağıdılıb, yəni o tamamilə yox olunubdur. Və bunun hansısa bir, deyim ki, tədbir, layihə çərçivəsində deyil, bütünlüklə Ermənistan Respublikasının özünün qanunlar verdiyi qərarlar əsasında yox edilibdir. Bugünkü gündə ümumiyyətlə həmin toponimlərin deyək ki, varlığını sübut eləmək üçün oradakı mədəni irs qalıqlarına, yəni tarix mədəniyyət abidələrinə və onların memarlıq quruluşuna baxmaq və yaxud da ki, o ərazilərdə olan deyək ki, arxeoloji abidələr və arxeoloji qazıntılar nümunələrinə baxmaq da kifayətdir ki, yəni bunun Azərbaycan türklərinin olduğunu isbat eləmək üçün, yəni əldə əsaslar olsun. Qərbi Azərbaycanda 391 bizə elmə məlum olan məscidlər vardı. Yəni həmin məscidlər qeyri-rəsmi bir, deyək ki, rəsmi şəkilsə də, ümumiyyətlə bunun hələ qeyri-rəsmi olan sayları olduqca bəlkə də bundan xeyli çoxdur. Ona görə ki, həmin məscidlərin bir çoxu ucqarlarda olduğundan, kənar ərazilərdə olduğundan zaman-zaman qeydiyyatdan kənarda qalıbdır. Faktiki olaraq deyək ki, bu indiki bizim öz ərazilərimizdə də, yəni Azərbaycan ərazilərində də belədir ki, yəni hələ müstəqillik illərində ki, qeydiyyat işlərini ki, bu qədər sürətlə davam etdiririk. Yəni bundan indi də burada da buranın özündə də xeyli sayda tarix mədəniyyət abidələrimiz qeydiyyatdan kənarda qalıbdır. Ümumilikdə götürəndə həmin tarix mədəniyyət abidələrinin bir qismi xristianlıq dövrü abidələridir ki, bu xristianlıq dövrü abidələrinin ümumiyyətlə ermənilərə heç bir aidiyyatı yoxdur. Bu abidələr Qafqaz Albaniyası dövrü, yəni Alban dövrü abidələridir ki, bunların öz üzərindəki, yəni bu məbədlərdir, bazilikalardır, soğmələrdir, yəni o həcmindən asılı olaraq dəyişən bu adlar nə olursa olsun, oradakı o kodlar, o divar üzərindəki elementlər, rəsmlər, yazılar və s. bunun deyək ki, ermənilərə aid olmadığını sübut eləyən dəlillərdir. Ümumilikdə götürəndə o memarlıq abidələrimiz, yəni hətta xristianlıq dövrü memarlıq abidələrinin özləri ermənilər tərəfindən vandalizmə məruz qalıb. Yəni bu ona görə olubdur ki, yəni ermənilər bu əraziləri mənimsəmək, özlərinin saxta tarixini yaratmaq məqsədi ilə buradakı mədəni irs nümunələrini erməniləşdirmək, ermənilərə məxsuslarını sübut eləmək üçün saxta təbliğat qururlar. Lakin belə bəzi abidələr vardır ki, bunların üzərindəki o yazılar bunlara mane olurdu. Bunlar həmin yazıları götürürdülər. Bəzən də belə bir abidələr, yəni mən hələlik xristianlıq dövrü abidələrdən danışıram, belə bir abidələr də vardır ki, onların ümumiyyətlə xarici interyeri və daxili quruluşu ümumilikdə erməni memarlığına aid olmadığını və onların üzərində olan müxtəlif səpkili, mürəkkəb deyim ki, elementlərin ya bədii daş nümunələrinin və s. olmağı ermənilərə mane olurdu. Yəni, bax, bu zaman onlar nə edirdilər? Həmin abidəni tamamilə uçurub dağıdırdılar. Biz Ermənistan ərazisinə bir səfər eləsək, bizim çoxlu sayda, deyim ki, orada uçurulmuş, dağıdılmış memarlıq abidələrimiz var. O zaman belə bir sual olunur. Ermənilərə sual oluna bilər. Əgər siz bunu xristian dövrü abidələri və hətta erməni Qriqoryan dövrü abidələri hesab eləyirsinizsə, bu niyə uçurulub dağıtmışsınız? İkinci bir tərəfdən, əgər uçurulub dağıdılmışdısa, bu müxtəlif dövrləri əhatə etdiyinə, yəni bunun aralarında xeyli illər fərqi var.
uçulub dağıdılıbdırsa və bunu niyə bərpa etmirsiniz? Yəni bu müqəddəsliyinizi niyə qorumursunuz? Bax bu da ondan irəli gəlir ki, bu onların deyil, bu onlara yad mədəniyyətdir. Ümumiyyətlə ermənilərin bundan heç bir xəbərləri də yoxdur. Bütünlüklə, yəni deyəndə həmin ərazilərdə qəbristanlıq qalıqları xeyli sayda, deyim ki, qəbristanlıq qalıqlarına rast gəlmək olur. Baxmayaraq ki, ermənilər bunu dağıdıblar, məhv eləyiblər. Deyim ki, bəlkə məscid qalıqlarına rast gəlmək olur, az da olsa. Yəni 391 məscidin deyək ki, salamat qalan, yəni bir göy məscid deyilən məscid ki, İrəvan şəhərinin mərkəzində, onda deyim ki, İran farslar tərəfindən deyək ki, o abidə bərpa olundu və fars abidəsi kimi bərpa olundu. Yəni bunun yəni bizə aidiyyatını bunlar görmək istəmədilər. İstər İran tərəf, istərsə də Ermənistan. Yəni bunların hər ikisinə də bu sərf eləyirdi ərazi baxımından. Amma biz tarixə götürüb nəzər salanda müxtəlif dövrlər, yəni İrəvan xanlığı, yəni həmin xanlığın deyək ki, tərkibində olan o müxtəlif regionlar, o regionlarda aparılan abadlıq işləri və hətta deyim ki, o regionun deyək ki, hətta İrəvan şəhərinin özünün məhəllə məscidləri, yəni müxtəlif məhəllələrin məscidləri və s. Yəni bax bu baxımdan bu müxtəlif arxivlərdə biz bunu işləyərkən bunun şahidi olduq ki, bizim ərazilərimizdə mədəniyyətimiz, yəni indiki Qərbi Azərbaycan ərazisində mədəniyyətimizin soyqırımı baş verib və bu dəhşətli halda baş verib.
İrəvan şəhərinin altı da, üstü də tarixdir. Ermənilərə İrəvan şəhəri mədəniyyət mərkəzi kimi həvalə olunduqdan sonra onlar burada müxtəlif deyim ki, dövrlərin abidələrini və hətta İrəvan xanlığından əvvəlki bu ərazilərdə ictimai yaşayış binaları olubdu. Yəni ictimai binalar olubdu, fərdi yaşayış binaları olubdu. Yəni bunun özlərinin də hər birinin ayrı-ayrılıqda öz memarlıq xüsusiyyətləri olubdu. Onlar bu abidələri yox eləmək üçün əksərən bu abidələri ümumilikdə götürəndə o üst hissəsini, divar hissəsini dağıdır, kənarlaşdırıb və alt hissəsini torpaq qatı ilə örtürdülər. Yəni bax bu baxımdan orada aparılan arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılan nəinki hamam, orada xeyli sayda inzibati bina və yaşayış evlərinin qalıqları vardı ki, bunun bizim əlimizdə, yəni mənim şəxsən mən Faiq İsmayılovun bir tədqiqatçı olaraq əlində o materiallar vardı. Bəli, ermənilər qazıblar, yuxarıda deyək ki, ilkin görünüşdə deyim ki, abidənin belə hal-hazırki ermənilərin tikdikləri, o necə deyim, 3 mərtəbə, 5 mərtəbə, 9 mərtəbəli binalar və s. və parklar və s. Amma yerin altında, o qazıntının altında aşkar olunan o bina qalıqları ümumiyyətlə bizim bundan da xəbərimiz vardı. Ümumiyyətlə götürəndə erməni təbliğatı ərazinin ermənilərə məxsuslu olması barəsində deyim ki, o bütün özlərinin yaratdıqları o şovlardır, o necə deyim, saxta deyim ki, tarixlərdir. Bununla deyim ki, o ərazidən çıxmamaq, yəni oranı daimi əbədi ermənilərin məskəni olduğu kimi göstərmək istəyi ilə irəli gəlir. Ümumilikdə götürəndə, yəni bunun əsası yoxdur. Yəni erməni təbliğatının əsası yoxdur. Bilirsinizmi, əsas o zaman ola bilir ki, hər hansı bir abidənin üzərində, yəni memarlıq abidəsindən söhbət gedir. Abidənin üzərindəki elementləri oxuyursan, elementlərdən məlum olur və yaxud da ki, abidənin üst yazıları məlum üst yazılarından oxuyursan, yəni bu əldə olunan sənədlərdən biridir. Amma faktiki olaraq ermənilərə məxsusluğu barədə, yəni o ərazilərdə ümumiyyətlə tarixin heç bir dövründə ermənilər toplum şəkildə bu ərazilərdə yaşamayıblar. Yəni Cənubi Qafqazda ümumiyyətlə ermənilər toplum şəkildə yaşamayıblar. Məsələn, o tək-tək deyək ki, o dövrdə insanlar inteqrasiya edirdi, köçürdülər, gedirdilər, gəlirdilər. Yəni 5, 3, 15, 20, yəni bu sayda ermənilərin olmağı yəni istisna deyil. Yəni bizim bu regionlarımızda. Amma faktiki olaraq toplum şəkildə heç bir vaxt yaşamayıblar. Toplum şəkildə əgər bunlar yaşasaydılar, ya özlərinin knyazlıqları olardı, ya özlərinin bir rəhbəredici orqanları olardı və yaxud da ki, yəni bax bunlar bu istiqamətdə, bax bu deyim ki, əllərində də bir sübut olardı, yəni bir əsas olardı ki, yəni bax bunu bugün göstərə bilərdilər. Faktiki olaraq ermənilərin göstərə biləcəkləri əllərində heç bir sənəd, sübut, dəlil, hətta belə deyim ki, rəvayət belə yoxdur. Oxşarlıqları mən deməzdim. Ona görə ki, hər yerin, hər ərazinin, hər regionun və yaxud da ki, hansısa bir yaylağın özünə məxsusluğu var. Yəni orada yaranan toponim, amma toponimin deyək ki, etimologiyasını yəni araşdırarkən, onun kökünü araşdırarkən bunun kimliyini əldə etmək olur və bunu asan etmək olur. Yəni burada hökm deyil ki, yəni bunu biz deyirik. Yəni söhbət yəni beynəlxalq səviyyədə olan və bu istiqamətdə çalışan çoxlu sayda deyim ki, xarici ölkə alimləri var ki, yəni bax bunu izah eləyə bilirlər. Yəni bu toponimlərin deyim ki, hansısa bir ərazidə məsələn oxşar bir neçə toponim ola bilər ki, yəni o yaxın ərazidə, yəni o qohumluq falan, yəni o getmək, gəlmək, yəni belə, yəni bu baxımdan qeyd eləmək olar. Amma toponimin türklərə ümumilikdə götürəndə Oğuz mədəniyyətinə aid olması bu tamam bir tədqiqatdır, tamam bir mövzudur. Yəni bu baxımdan da ermənilər bunun da qarşısını almaq üçün bütün xəritələrindən, hətta deyim ki, keçən əsrin əvvəllərindən bugünə qədər bütün xəritələrdən Azərbaycan toponimlərini yox eləmək üçün onlar dövlət səviyyəsində qərarlar qəbul edib və yer-yurd adlarının dəyişilməsini onlar həyata keçirib o indiki, yəni
xəritələrdə onları yerləşdiriblər ki, bu ərazilər güya ki, erməni əraziləridir, amma fakt olaraq, yəni deyim ki, bu olduqca saxta bir şeydir. Biz onun saxtalığını ona görə deyirik ki, yəni ermənilərin bura köçürülməsinə qədər də, yəni Cənubi Qafqaza köçürülməsinə qədər də bu ərazilərin topoqrafik deyim ki, xəritələri işlənib müxtəlif dövlətlərdə və hətta ermənilərin bu gün dostları olan Fransanın özündə. Azərbaycanın deyim ki, 18-20-ci il xəritələri var ki, ermənilər hətta ona baxanda vahimiyə gəlirlər ki, onların orada yoxluğu görsənir. Yəni onların orada ümumiyyətlə bu respublika təşkil eləyəcək, yəni bir dövlət təşkil eləyəcək sayda əhaliləri belə olmayıb. Elə toponimlərin bugünkü gündə Qərbi Azərbaycanda salamat qalmasının, yəni bu günləri bərpa dövründə elə o xalq yaddaşından istifadəsidir. Yəni bugün xalqımızın, o dövrdən qalan insanların, deyim ki, o ərazilərdə yaşamış insanların biri digərinə söhbət eləyərək yaşatdıqları o adlar bugünkü günümüzə qədər gəlib çıxır və faktiki olaraq Azərbaycan Respublikasında hələlik fəaliyyət göstərən Qərbi Azərbaycan icması üzvləri də bu istiqamətdə çox böyük işlər aparırlar. Onlar çox böyük işlər aparılır. Yəni, bax bu, indi bizim yalnız bir, deyim ki, imkanımız var. Yəni, bu arxiv materiallarından tamam başqa dəlil sübutlardır. Amma eyni zamanda xalq yaddaşına əsaslanaraq biz müəyyənləşdirərkən həmin ərazilərimizdəki toponimləri, yer-yurd adlarını, deyim ki, inzibati yaşayış mərkəzlərimizin adlarını deyək ki, müəyyənləşdirə bilirik. Şükürlər olsun ki, bugün Azərbaycan radio televiziyalarında deyək ki, Qərbi Azərbaycandan danışılarkən Qarakilsiyə Sisyan demirik. Məsələn, yəni bu baxımdan, yəni bu çox önəmlidir. İnşallah ki, gələcəkdə xalqımızın, cəmaatımızın o ərazilərə qayıdışında da həmin toponimlərin faktiki olaraq öz yerində bərpasına mütləq şəkildə nail olacaq. Mədəniyyətin soyqırımı birbaşa cinayətdir. Bir xalqa məxsus olan tarix mədəniyyət abidələri və yaxud da ki, ümumiyyətlə mədəni irs nümunələrinin məhv olunması, dağıdılması vandalizm hesab olunur. Bu vandalizm cinayət tərkiblidir. Ümumilikdə götürəndə bu istiqamətdə araşdırmalar aparıb Ermənistana qarşı beynəlxalq məhkəmələrdə məhkəmə iddiası qaldıra bilərik. Yəni, bax, bu istiqamətdə biz bu işi görə bilərik və bu, deyim ki, tarix və mədəniyyət abidələrimizin, ümumiyyətlə mədəni irsimizin və toponimlərimizin dağıdılması ilə bağlı Ermənistan hökuməti cavabdehdir. Və onlar bu istiqamətdə, onlar deyim ki, hətta deyim ki, o işlərin bərpası üçün maliyyə vəsaitlərinin ayrılmasına da məcbur edilə bilərlər. Lakin bugünkü gündə, yəni bizim bir vəzifəmiz qalır ki, erməni rəhbərliyini, erməni hökumətini razı salıb o ərazilərdə monitorinqlər keçirmək, o ərazilərdə tarix mədəniyyət abidələrinin yerlərini müəyyənləşdirmək və o ərazilərə baxış keçirmək ki, yəni bax bunda o vandalizmin, o qaranlıq qatları altında qalanlar da aşkar olunacaqdır. Ermənilərin, yəni mən deyim ki, Qərbi Azərbaycanda bizim mədəni irsimizə qarşı törətdikləri mədəniyyətimizin soyqırımıdır. Buna başqa cür ad vermək düzgün də deyil.
Abidələr bizim ərazilərimizdə, eyni zamanda sizin adınızı çəkdiyiniz bu ərazilər, abidələr, məsələn, deyim ki, müxtəlif, çox qədim dövrə malik olur. Yəni, deyək ki, hətta 3-cü, 4-cü əsrlərə aid olan abidələr olur. Yəni, bu abidə ümumilikdə götürəndə müxtəlif eroziyalara məruz qalır, yəni təbii təsirlərə məruz qalır, yəni bunun uçulub dağılması və bir çox əsrlərdə də həmin abidələr yenidən bərpa olunurlar. Yəni, həmin dövrdə, yəni deyək ki, 6-cı, 7-ci, yəni 3-cü, 4-cü əsrə aid olan bir abidə 6-cı, 7-ci, 8-ci əsrlərdə yenidən bərpa olunursa, deyək ki, burada əsas, deyək ki, 7-ci, 8-ci əsrə aid olan üslubdan, memarlıq quruluşundan istifadə olunur. Bizim gələcəkdəki işlərimizin biri də Qərbi Azərbaycan tarix mədəniyyət abidələrinin faktiki olaraq əldə olan nümunələrinin çapıdır. Yəni, bu istiqamətdə bizim fəaliyyətimiz var, biz bu işi görəcəyik. Amma götürəndə biz həmişə ehtimalla danışırıq, yəni biz ehtimal eləyirik. Ehtimal eləyirik, yəni bugünkü, çünki biz Ermənistan ərazisi sayılan, yəni Qərbi Azərbaycana girə bilmirik. Orada bizim gedib monitorinq aparmağımıza qadağalar var. Beynəlxalq, deyim ki, təşkilatlar səviyyəsində götürəndə bizə qarşı ikili münasibətlər var. Yəni, onlar da eyni zamanda ermənilərin dediklərini deyirlər. Yəni, bax, bu baxımdan, yəni bu abidənin konkret hansı dövrə aid olması üzərində mütləq şəkildə yerində işləmək lazımdır və bu qənaəti sübut eləmək lazımdır. O sübutlar gətirmək lazımdır. Bugün biz çox şeylər danışa bilirik. Məsələn, çox oxşarlardan söhbət eləyə bilirik. Məsələn, deyək ki, indi Qarakilsə deyir, adından deyilən Qara kilsə, yəni o qara bir bazilikanın, qara bir məbədin ermənilər erməni kilsəsi deyirlər. Yəni, həmin o elə çox, deyim ki, dövrlərin dərin qatına gedir ki, yəni bunun haqqında, deyim ki, bir mənalı şəkildə fikir söyləmək mümkün olmur. Ona görə ki, həmin ərazilər, deyək ki, 2 əsrə yaxındır ki, erməni işğalı altındadır, yəni ermənilər yaşayırlar orada. Və bizim gedib orada, deyib ki, o abidələrin ümumi memarlıq quruluşunu öyrənməyimiz üçün də mütləq şəkildə indiki Ermənistan Respublikası hökumətinin razılığı lazımdır. Amma bu son Azərbaycan Respublikasında aparılan işlər, yəni fəaliyyət ona əsas verir ki, biz deyə bilək ki, biz həmin ərazilərə gedib girə biləcəyik və onda bir mənalı şəkildə bizim bir çox abidələrimizin varlığını sübut eləyən söhbətlərimizi sizinlə qura biləcəyik, danışa biləcəyik inşallah. Qarakilsə, məsələn, Gorus rayonu ərazisindəki Tatev monastırı ilə bağlı, Əldərə kəndində məbəd, Şurluxu kəndində məbəd, ümumilikdə götürəndə indiki, deyim, bizim bir çox Gorus rayonu ərazisində, Daşkənd kəndi ərazisindəki, yəni onu biz Daşkənd adlandırırıq, ancaq o Daşkənd deyil, yəni ermənilərlə onun da toponimləri dəyişdiriblər ki, ərazilərdəki məbəd, bazilika, soğumə. Yəni, bütün bunların ermənilər tək orada o abidənin üzərindəki o yazı lövhəsini çıxarmaqla kifayətlənmirlər. Onlar erməni dilində müxtəlif yazılar da yazıb ora qoyurlar. Amma o qoyulan yazı həm deyək ki, o daşların ümumi rəngindən ta onun o tikintisinə qədər və istifadə olunan o sement məhlullarına kimi o görünür ki, bunlar hamısı saxtadır. Yəni, bu erməni tarixi yaratmaq üçün əllərində onların olan bir vəsaitdir. Bu baxımdan o ərazilərimizdəki mənim indiyə qədər mənim tədqiqat mərkəzində olan 3500 tarix mədəniyyət abidələri vardı ki, onların deyim, hardasa 2000-ə qədəri deyək ki, memarlıq abidələridir. Hardasa 1800-900 1000-ə qədər də olan arxeoloji abidələrdir. Sonra monumental heykəltaraşlıq nümunələrimiz olubdur. Məsələn, deyək ki, Vağadu kəndində olduqca möhtəşəm bir abidəmiz var. Yəni, Oğuz mədəniyyətinin bugün də əks elətdirir. Şükürlər olsun ki, onun ən azından memarlıq quruluşu salamat qalıbdır. Lakin həmin abidələrin, yəni indiki Ermənistan ərazilərindəki olan Qərbi Azərbaycana məxsus
bütün tarix mədəniyyət abidələrinin üzərindən ya yazılar silinib, ya erməni dilində yenidən işlənib qoyubdur, ya da ki, abidənin özü uçurulub. Həmişə səninliyəm Azərbaycanım. Geç günahımdan. Elvida. Bağışla beni. Bunun üçün bir neçə deyim ki, tədbirlərin həyata və yaxud da ki, layihələrin həyata keçirilməsi məncə kifayət deyildir. Ümumilikdə götürəndə, yəni bax belə, yəni silsilə verilişlərin
internet televiziyaların, sosial şəbəkələrdə, yəni çıxışların, yəni ümumi televiziyalarımızın vasitəsilə biz bu təbliğat işini uzun müddətli qura bilərik ki, bu insanların yaddaşında qalsın. Yəni bir insan hətta o bir verilişə deyək ki, tutalım sizin hansısa bir verilişə, hətta ötəri belə nəzər salırsa, onun mütləq şəkildə yadında, yaddaşına həkk olunan nəsə hansısa bir söz və yaxud da bir cümlə, bir ifadə qalmış olur. Mən şükürlər eləyirəm ki, yəni bizim 44 günlük müharibəmizdən sonra Qarabağ üzərində qələbəmizdən sonra, yəni biz faktiki olaraq yeganə bizim deyim ki, istinad nöqtəmiz Qərbi Azərbaycan oldu, Qərbi Azərbaycan abidələri oldu və kifayət qədər deyək ki, bu istiqamətdə deyim ki, verilişlər var və eyni zamanda müxtəlif müəlliflərin kitabları, albomlar, abidələr haqqında, tarix, mədəniyyət abidələri haqqında müxtəlif rəvayətlər və s. Bax, bunun özü də önəmli bir hadisədir ki, yəni bu da baş verir, sürətlənir. İnşallah ki, gələcək gənc nəslin özləri belə gələcəkdə bax bu akademiyaya gəlib burada elmi işlər götürə bilərlər və yaxud da ki, onlar üçün bu bir maraq dairəsi ola biləcəkdir. Yəni bax bu baxımdan deyim ki, işlərimiz bu son vaxtlar heç də pis deyil. Yəni normal qaydada gedir və Qərbi Azərbaycan abidələrinin deyək ki, təbliği kifayət qədər normal bir tempdə icra olunur. Yəni bu məni qane eləyir bir tədqiqatçı kimi. Bilirsiniz, Qərbi Azərbaycanın mədəniyyəti xilas olmalıdır. Onun mədəniyyətini xilas eləmək üçün onun tarix mədəniyyət abidələrini yaşatmalıyıq. Oradakı olan tarix mədəniyyət abidələri, oradakı olan qəbiristə abidələrimiz, türbələrimiz, qəbristanlıqlarımız bizim milli kimliyimizdir. Bizim milli kimliyimiz bu o daş kitabələrdə, daş abidələrdədir. Yəni inşallah ki, yəni mənim özümdə bir, içimdə bir böyük bir ümid var ki, biz qısa zaman olmasa da biz o ərazilərə qayıdacağıq və öz milli kimliyimizi öz torpaqlarımızda bərpa edəcəyik.